Gəlir ət dükanının yanından keçir Həzrət Əli əleyhissalam. Əti satan deyir ki, çox yaxşı ət gətirmişəm. Gəl sənə verim. Həzrət Əli əleyhissalam soyuqqanlıqla cavab verir ki, imkanım yoxdur ət almağa. Deyir ki, ağa siz götürün əti, mən səbr eləyərəm də, borca götürün, səbr eləyərəm, qaytararsınız. Cavab verir ki, sən səbr eləməkdənsə öz mədəmə deyərəm səbr eləsin. O səbr eləsin. Borc almağa adət eləməyim. Düzdür, borc almaq bəzən zərurətdir və borc almaq lazımdır. Hətta mən hədislərdə oxumuşam, imamların da borcu olub, borc götürüblər. Borc almaq olar, borc almaq üçün qapıva gəldisə, imkanın varsa gərək qaytarmayasan. Bunlar öz yerində, amma adət halına almasın insanda. Bəzi adamlar var, adət eləyir, borc götürərəm də. Borcu başına yığır, qaytarmır, artıq adət halını alıb. Söhbət bundan gedir ki, bu şəkildə insan, Əli əleyhissalam bizə dərs verir ki, o borca adət eləməkdənsə mədəmə deyərəm səbr eləsin. 5 gün ət yemərəm məsələn.